Bismillahirrahmanirrahim. Allahümmə salli ələ Muhammedin və alə Muhammed və əcilli və leykəl fərəc. Hər birinizə Allahın salamı, rəhmət və bərəkət olsun. Əziz xanımlar, bugün ərəb əlifbasının yekun hərflərini bitiririk artıq. Hə, vav, yə hərfləridir. Hə hərfi Azərbaycan dilindəki H kimi səslənir və bu cür yazılır sərbəst forması. Bu isə əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. Digər hərfimiz vav hərfidir. Vav hərfi nə vavdır, nə də vəvdir. Əslində burada da işarə qoymuşam. Yəni dodaqların qönçələnməsi zamanı tələffüz olunan hərfdir. Vav hərfi deməli bu cür yazılır və özündən sonra birləşməyən sonuncu hərfimizdir. İki şəkillidir və özündən əvvələ birləşib bu cür yazılır. Sonuncu hərfimiz yə hərfidir. Azərbaycandakı y kimi səslənir. Bu da fərqli bir hərf deyildir. Yə hərfi təkdə gələndə, yə hərfi əvvəldə, yə hərfi ortada və yə hərfi sonda. Bununla da əziz xanımlar, ərəb əlifbasının yekun təlimini bitirdik. İndi isə hərflərimizi qarışıq olaraq sizlərə təqdim edirik. Tapşırıq kimi dəftərimizdə yazırıq. Məsələn, əyn keçdiyimiz hərflərdən, mim, vav. İndi gəlirik, sağdan sola yazırıq. Biz demişdik ki, əyn hərfi əvvəldə gələndə bu cür yazılır. Mim hərfi bu cür və vav hərfi. Və yaxud da başqa bir nümunə yaza bilərik. Qaf, cim, yə. Yenə də sağdan sola başlayırıq. Qaf hərfi əvvəldə gələndə, cim hərfi ortada gələndə, yə hərfi sonda gələndə. Başqa bir nümunə. Ləm, nun və hə hərfini yazaq. Ləm hərfi əvvəldə gələndə olacaq necə? Biz demişdik. Nun hərfi ortada, hə hərfi isə sonda. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.